Bakıda oktyabrın 11-də 28 may stansiyasında qatarda halı pisləşən sərnişinin həyatını itirməsi metrodakı tibbi təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Son dövrlər artan sıxlıq fonunda vətəndaşlar hesab edirlər ki, metroda təcili tibbi xidmətin olması vacibdir. Başqa tərəfdən bildirilir ki, tuneldə qatarların uzun müddət saxlanılması sərnişinlərdə hava çatışmazlığına səbəb ola bilər. Belə halların qarşısını almaq üçün metroda xüsusi tibbi xidmətin yaradılmasına ehtiyac varmı? Həmçinin qatar maşinistlərinə kondisioneri söndürməmək və tuneldə dayanmaları minimuma endirmək tapşırığı verilməlidirmi? Global Info.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, sözü gedən hadisədə xəstənin hansı səbəbdən dünyasını dəyişməsi önəmli faktordur. Ola bilər ki, şəxsdə buna qədər ürək çatışmazlığı ilə bağlı problemlər olsun. Eyni vaxtda bilirsiniz ki, son zamanlar qəfil ölümlərin sayı çoxalıb. Yəni, baş verən hadisələrdə səbəb kimi metronu göstərmək də doğru deyil. Ümumiyyətlə isə metroların bütün stansiyalarında tibbi xidmət həyata keçirən müvafiq personallar var. Onlar təcili tibbi yardım situasiyalarında ilkin dəstəyin göstərilməsini təmin edirlər. Tibb işçilərinin xəstənin yanına vaxtında çatması başqa məsələdir. Yaxud mümkündür ki, personalın xidməti vətəndaşın durumuna uyğun deyil. Belə hallarda qəfil ölümlərin qarşısı alınmaz olur. Ancaq qeyd etdiyim kimi, metrolarda tibb xidməti var. Ekspert deyib ki, qatarlarda kondisioneri söndürməmək və tuneldə dayanmaları minimuma endirmək kimi tədbirlər də lazımdır. İsitmə-soyutma sistemləri qaydasında olmalıdır. Sözsüz ki, tuneldəki dayanmalar bəzi hallarda panik atak nəticəsində müəyyən insanların vəziyyətinə təsir edir. Hətta ölümlə də nəticələnə bilər. Ancaq oktyabrın 11-də baş verən hadisənin dəqiq səbəbləri bizə məlum deyil. Hər bir halda belə hadisələri tibbi ekspertizanın rəyi olduqdan sonra qiymətləndirmək olar. Əlavə edək ki, dünən qatarda halı pisləşmiş sərnişin 28 may stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib. Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib, deyə Bakı metropoliteni QSC-dən bildirilib.